Əlifba sırasına görə cavablar. Qarabağın Kopenhagen oyunundakı ikinci qolunun müəllifi A. Andrade. Yanlış. Seedorf'un karyerasının sonlarında oynadığı Braziliya klubu B. Botafogo. Düzdür. Çempionlar Liqası qalibi olmuş ilk Britaniya təmsilçisi C. Keçdi. Fransa Lig 1-in ən yaşlı oyuncusu D. Drogba. Yanlış. 2023-cü ildə Stuttgartdan Liverpoola transfer olan Yapon futbolçu E. Endo. Real Madridin Argentinalı yeni wonderkid futbolçusunun tam adı F. Franco Mastantuono. Əla. PSG-nin 9 nömrəli futbolçusu G. Gonçalo Ramos. Yunanistan millisinin öz dillərindəki adı H. Keçdi. İspaniyadan milliləşdirilmiş Edinin Azərbaycanlı soyadı İ. İsrafilov. 2024 yayında Real Madriddən Qatar Liqasına transfer olmuş İspan hücumçusu J. Keçdi. Almanya ilə dünya çempionu olmuş Tunis əsilli yarımüdafiəçi K. Xedirə. Əla. San Marino'nun qələbə qazandığı yeganə rəqib L. Liechtenstein. Əla. Hollandiya millisinin ən çox qol vuran futbolçusu M. Memphis Depay. Əla. Ballon d'Or qalibi olmuş yeganə Çex futbolçusu N. Nedved. Böyle bir şey olabilir mi ya? Böyle bir şey var mı ya? O. Ozan Tufan. Bir şey olabilir mi ya? Ya böyle bir şey olabilir mi ya? Bayern Münih'in Serb əsilli Alman yarımüdafiəçisi P. Keçdi. Qarabağın ilk Çempionlar Liqası təcrübəsi yaşadığı mövsümündəki 99 nömrəli İspan yarımüdafiəçisi G. Casper Panadero. Yanlış. Portuqaliya millisinin baş məşqçisi R. Keçdi. Alkoqol və çəki skandalları ilə tez-tez gündəmə gələn Alman müdafiəçisi S. Keçdik. Uşaqlığımızın Yapon futbol anime serialı T. Tsubasa. Qəşəng. Tottenham'in İtalyan müdafiəçisi U. Udogi. Əla. Sarı sualtı qayıqlılar ləqəbli İspan klubu Villarreal. Əla. Icardi'nin keçmiş həyat yoldaşı W. Vanda Nara. Sabah klubunun 88 nömrəli cina oyuncusu X. Xəyal Əliyev. Əla. Manchester United'in gənc fransız müdafiəçisi Y. Yoro. Super. PSG-nin öz yetirməsi olan 33 nömrəli fransız yarım müdafiə oyuncusu Z. Zaire Emery. Əla. Mən hamısını tapa bilmədim. Mənim bilmədiklərimi sən rəylərdə yaz.